Hansı sınaq edir uşaqlar? 28. Salam, müəllim. Salam dostlar. Sınaq 28-dən başlayırıq şahistlər. Kimin sualı varsa müzakirə eləməyə başlayalım. Dört var. Oxford. Bəli. Deməli, burada psixometri termometrləri göstərilib otaqlarda. Və biz görürük ki, quru termometrin göstərişləri bir-birinə nədir? Bərabərdir. Bunlar isə yaşlılar. Əgər quru termometrin göstərişləri bərabərdirsə, onda temperaturlar, düzdür, burada temperaturu soruşmuyoruz da, nisbi rütubət istəyir. Hansı otaqda yaş daha çoxdursa, yaş sözü onsuz da nəm deməkdir də, yaş daha çoxdursa, orada rütubət də çoxdur. Deməli, ikinci otaqdakı rütubət birinci otaqdakı nisbi rütubətdən böyük olacaq. Əgər uşaqlar nisbi rütubət çoxdursa, deməli, mütləq rütubət də çoxdur. Çünki nisbi rütubət mütləq rütubətlə düz mütənasib aslında. Mütləq rütubət buradakı rho-dur. Deməli, rho 2 də rho 1-dən böyük olacaq. Düzgün cavab olacaq uşaqlar burada Y variantı. Buyurun. Burada fərqə görə deyə bilərikmiş ki, məsələn 25-dən 20-yə fərq çoxdur deyə daha azdır və tərsinə deyək də çox fərq olanda çox az olur. Belə götürmək olar. Olar. Olar tabii. Sonra 41. 41-ci sual baxalım. Müəllim 7 yazıblar. 7 yazıblar. Bəli. Niyə yazırlar? Niyə demirlər görəsən? Mən görənmirəm çünki yazılanları. 37-ci sualda cismin impulsunun proyeksiyasına zamanla asılı qrafik verilmişdir. Grafikin göstərilən hissələrində cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyaları üçün deyir, doğrudur. Deməli, belə bir zarafatımız var da, fizikada bir atalar sözümüz var. Qrafiklərdə dik olan hissə böyükdür. Hansı mövzudan asılı olmayaraq bu tipli suallarda bunu eləmək olar. İndi qrafikə baxanda hansı hissədə daha diklik var görə bilirsiniz? 3-də. Üçüncü hissə daha dik olacaq, çünki burada bucağı böyükdür. Amma birinci daha azdır. Deməli, ən böyük 3-dür. Sonra 1-dir. 2-də isə horizontaldır, yəni üfüqidir. İmpuls dəyişmir. İmpuls dəyişmirsə, onda qüvvə sıfıra bərabərdir. Zaten o hissədə heç ümumiyyətlə diklik yoxdur. Ona görə də düzgün variant olmalıdır B variantı. Sonra neçə dedilər? 41 dedilər. 41-ci sualda reostat sırasıdır. Sürgü qolunu bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə. İndi cəryan əvvəlcə buradan gəlib bu formada gedirdi. Əgər sürgünü iki formasına gətirsəniz, onda bu formada gedəcək. Belə çıxır ki, uzunluq nə vardı burada? Azaldı. Uzunluq azaldı. Uzunluq azalanda müqavimət azalır. Müqavimət azalanda isə cəryan şiddəti artır. Çünki I bərabərdir, epsilon bölünsün, R üstə gəlir. Müqavimət azalanda cəryan şiddəti nə artacaqdır? Artacaqdır. Cəryan şiddəti artanda Kit düsturuna görə kütlə də artması lazımdır.
Onda cərəyan şiddəti artar, kütlə də artar. Düzgün variant D variantı. Başqa sual dostlar. 44. 43. 43-cü sualda cisimlər arasındakı məsafə haqqında sualdır. Deməli, T0 anına qədər ikinci cismin sürəti birinci cismin sürətindən daha böyükdür. Yəni T0-a qədər V2 V1-dən böyükdür. Əgər bir cismin sürəti digərindən böyükdürsə, onda onlar arasındakı məsafə get-gedə nə olmalıdır? Artmalıdır. Malıdır da. Deməli, 0 T0 intervalında 0 T0 intervalında nə baş verir? Məsafə artır. B. Artıq kəsişmə nöqtəsindən sonra artıq fikir versən də burada V1 V2-dən böyük olur. Yəni sürətlərin qiymətlərində dəyişiklik olur. Ona görə də məsafə azalır. Deməli, T0 ona qədər əvvəlcə artır, sonra isə azalır. Düzgün variant olacaq Dərbənd toyları. Sonradan niyə görə V1 artdı ki? V1 əslində artmır. V1 sabitdir. Amma V2 azaldı axı. Müəllim, bu toplu sualdır yəqin ki. Necə yəni toplu sual? Bəli. Topluda da belə bir sual var idi. Həmin sualdır. Tam xatırlamıram topluda bu sualı. Müəllim, Biraz Var idi orada bu sual topluda. cavabı E götürmüşdü. Mən də yəni D yazmışdım. Amma həmişə yazanda baxırdım ki, cavab E'dir. Yox, burada E variantı bu yanlış yazıblar da. Daha doğrusu Y variantını seçsəz də cavabı düz götürmək olar. Burada nəzərə almayıblar da. Evet ki, ikisi bir yerdə düzgün cavab sayılır. Burada məsələn test sıranına qədər yox. Ümumiyyətlə həmişə artır. Həmişə artır falan yazılsaydı səhv olardı. Amma bir olanda ikisi düzgündür. Sonra 44. 44-cü sualda deyir ki, yuxarı qalxan lift. Hər zaman sizə demişəm dostlar, sualları işləyəndə bəzən vacib kəlmələrin altından xətt çəkməkdə fayda var. Burada yuxarı qalxan yazıb, aşağı düşəndə yazarlar, yuxarı qalxan. Ona görə də tələsmək lazım. İndi birinci yeniləşən. Yuxarı yeniləşəndə çəkin düsturu necədir? MC plus A. MC plus A. Bərabər sürətlər eşitdə çəkin düsturu MC. MC. Bərabər yavaşlayanda isə MC plus A. istəmək. Və qalanı riyazi olaraq hansının böyük olduğuna qərar verməkdir. Düzgün cavabımız olacaq C variantı. Sonra dostlar, 47. sənin adın nədir ki? 47-ni soruşam. Məhəmməd. Hə, sən mi? Bəli, bəli. Oğlanlardan bir ikisi qatılmırdı, ona görə maraqlıdır. 47-ci sual. 47-ci sualda öncə qüvvələr. Gərilmə hara doğrudur burada? Yuxarı. Yuxarı. Gərilmə yuxarıdır. Bəs Arximed hara doğrudur? Arximed də yuxarı. Yuxarı. Arximed də yuxarı. Bəs ağırlıq? O aşağı. Cisimlərin tarazlıqda qalması üçün əvəzləyici qüvvə sıfıra bərabər olmalıdır. Yuxarı doğru olan qüvvələrin cəmi aşağı doğru olan qüvvələrin cəminə bərabər olmalıdır. Bu
suallarda uşaqlar həmişə birinci bu düsturu təyin eləyin. Yəni öncə qüvvələrin şərtini yazın. Sonra yazın ki, suala qayd kütlələr bərabər. Kütlələr eyni, bunun üstünə xətt çəkirəm. Yəni kütlə ilə işimiz yoxdur. Həcmlərə baxırıq. Həcmlər müxtəlifdir. Arximed qüvvəsinin düsturu nətərdir? Rho mayı, J V batan. Həcmi çox olanın Arximedi də çoxdur. Arximedi çox olanın gərilməsi nə olacaq? Az olar. Az olacaq. Onda ən böyük gərilmə 1-də olacaq. Burada Arximed niyə yuxarı oldu dediniz? Arximed burada deyəndə Arximed həmişə yuxarı. Hə, MJ-nin əksidir ona görə. Yox, ona görə yox. Arximed həmişə yuxarıdır. Hə, bildim. MJ-nin əksi olması yəni vacib deyil burada. Yəni MJ ilə acığı yoxdur da, onu demək istəyirəm. O reaksiya qüvvəsidir ki, yəni çəki ilə əks istiqamətdə yönəlir. Amma Arximed qaldırıcı qüvvədir. Qaldırıcı qüvvələrin istiqaməti həmişə yuxarıda olur. Başqa sual. 50. Şüalanmanın udulma dozası. Şüalanmanın udulma dozası D bərabərdir. Y bölünsün M düsturu ilə tapılır. Şüalanmanın enerjisini 3 dəfə artırdıqda, enerji 3 dəfə artdıqda dostlar, şüalanmanın udulma dozası da nə olacaqdır? 3 dəfə artacaqdır. Amma yazıb ki, 2 qrey artıb. Həm 3 dəfə artıb, həm 3 dəfə artıb. Yəni, məsələn, başlanğıc qiymət D-dir. 2 qrey artıb, D-nin üstünə 2 gəlirəm. Eyni zamanda 3 dəfə artıb. Bu deyir, 2D bərabərdir 2-yə. Düzdürmü? 2-lər sağ gedir, D də bərabərdir boş çoxluq. Başa düşdünüz? Bəli, müəllim. Həlasınız. Növbəti sual. 59. Bəli, 9-cu sualda bizlərə qeyd olunmuşdur ki, nə soruşur bizdən burada? Stil komanda 1 mol falan filan peşməkan. Hər şey veriblər bizə. Bəli. Deməli, bizim düsturumuz necədir? Q-nin düsturu necədir? Hı? İ kvadrat Ya bu verdiğine. Yo, MKN-də i kvadratı necədir qadası? Bu MKN sualdır. Plus A. i kvadratı Hə, F, bəli, bəli. bu elektrikdədir. Bu Daxili MKN-dir. bildim. Daxili enerji ilə işin cəminə bərabərdir. Yəni izobar prosesi üçün 2/5 nör delta T. Q-nün qiymətini veriblər zaten 50. 2/5 vurulsun 0.1 vur 8 vur delta T. 10, 20 25 eləyir bu. Hə? Bəli. Cavab edir 20. Müəllim, burada cavabı Kelvinlə yazsaq da düzdür, Selsi ilə də. Bəli. Düzdür. 60. Bu prosesdə deyir zəhmət olmasa lazım deyir həcminin dəyişməsini deyir hesablayın. Bizim Q-müzün düsturu necə idi? 2/5 Nör düstur qabaqda P delta V də yazmaq olar. Delta V-ni istəyirlər bizdən. Delta V-ni tapsaq burada.
Q neçə idi? 50. Dörd. Burada müəllim 2-də 5 hardan gəlir? 2-də 5 hardan gəlir? İzobar prosesdən. Yadındadır. Dərslərin birində danışdıq. İzobar prosesdə verilən Hə, istilik tez, miqdarı sabit. Bəli, deyil. Hər ikisi var da burada, düzdürmü? bəli, bəli. Heç biri sıfır olmur. Heç biri sıfır deyilsə, daxil enerjinin dəyişmə düsturu, məsələn, nöqtə delta T, işin əmsalı 1-dir. 2-də 3 ilə 1-i toplayanda 2-də 5 nöqtə delta T variantını yazmaq olar. Bəs müəllim bir dənə sual vereyim. Buyurun. İzobar genişlənmə olduğunu hardan bildik? Aslında bilmədik. Niyə genişlənmə demək istəyirsən ki? Yox, o 58-ci sualın cavabı izobar genişlənmədir. İzobarı Hə, başa genişlənməni hardan bildik? çünki qaza istilik miqdarı verirsinizsə, qaza istilik miqdarı verirsənsə, yəni Aha. Q müsbətdirsə, onda A da müsbət olmalıdır. Tənliyin sol tərəfi müsbətdirsə, düzdürmü? Sağ tərəfdə nə olmalıdır? Müsbət olmalı. Biz istilik Hı. miqdarını verəndə onun həm həcmi, həm də temperaturu artır. Amma Bəli. alsaydı, qazdan 50 jol istilik miqdarını alsaydı, onda azalardı. Hı. Bəli. Aramızda qalsın, onsa deyir, tıxacı sola hərəkət elətdiririk. Onda da həcm artır da, indi bura qədər olacaq həcm. Sonra Nə 31-ə baxaq. 31, Bəli. 32-yə baxmışıq. Xeyr. Bir 2025 şansı atmışdınız, bir də 32-yə niyə işləməmişik bəs? atmamışdınız. Mən 3 dənə sınav atmamışam bura. Həm 28-i atmışdınız, 31-i atmışdınız, bir də 2025 şans. Amma onun adı 32 idi. Hə, 32 deyil, düz deyirsən. Bəs axı arada 29 ilə 30 demədin axı. Onları biz yazmışdıq. 29-u əslində atmışdınız, amma onu yazmışdıq əvvəlcədən. 30 da Hə. yazmışıq. İndi mən bunu düz açmışam, eləmi? Bəli. Buyurun. 5. 4. 3. Geriyə doğru gedirik. Allah xeyir versin. Birazdan mənfi bir zad olacaq. Üçüncü sualda yazıb ki, gərginlik, ümumiyyətlə belə sual gördünüzsə uşaqlar, diqqət edirsinizsə ampermetr verilmiş bu 2 dənə qoldan hər hansı birindədir. Paralel birləşmə. Yəni yuxarıda olan dəyişikliklər aşağıya təsir etmir. Ona görə də bu tipli suallarda birbaşa yazırsınız ki, ampermetrin göstərişi dəyişməz. Bəli, bəli. Cavabda Y yazmışdım, ona görə bilmədim. Yəni fikir verməmişəm ona. Yo, ola bilsin bunu Y kimi görüb də. O da ola bilər. Buyurun. Neçə dedilər sonra? 4 dedilər. 4 müəllim. Bəli. Dövrənin deyir xarici müqaviməti böyükür. Daxili müqavimətdən 4 dəfə çoxdur. Sıxaclardakı gərginliyi hesablayın deyir. Deməli, bunu nə tər yazsaq hər kəsə xoş olar. Məsələn, biz U-nu epsilona bölsək, R-i də R plus R-ə bölməliyik də, düzdürmü?
Bəli. Əslində bunun yanında i var, ikisinin də yanında i var. Amma ixtisar getdiyinə görə yazmaq ehtiyac yoxdur da, bildiniz. Düz deyirəm. Qiymətləri yazaq yerinə. Deməli, onu verməyiblər. Epsonu veriblər 20. Böyük yerin yerinə ki 4 der yazıram. 4 der üstə gəlir edir. 5 yer. O bölü 20 bərabərdir. 4 bölünsün 5'ə. O da bərabərdir 16'ya. Beş. Sabit gərginlik mənbəyinə termistor və 2 lampışka birləşdirilir. Termistoru qızdırsaq. Termistoru qızdırdıqda yarım keçirici olduğuna görə onun müqaviməti azalır. Dövrədəki müqavimət azaldığına görə dövrədən keçən cərəyan şiddətini artacaqdır. Artacaq. Cərəyan artdığına görə həm yuxarı lampaya, həm də aşağı lampaya düşən cərəyanlar da artmalıdır. Deməli, düzgün cavab olacaq Y variantı. Ben de böyle yazmışım müəllim. Dedim belki başka bir şey var ona göre. Bəli, düz yazmışsınız. 6. Hə? 6. 6-cı sual nöqtə. Bir nöqtənin deyə bilərsiniz, xanım, bir nöqtənin yaratdığı maqnit sahəsi saat əqrəb istiqamət olur, yoxsa əksi olur? Əksi. Halal olsun. Onda A nöqtəsində birincinin çevrəsini çəkirəm. Siz saat əqrəbin əksi dediniz. A nöqtəsində də toxunan çəkirəm. Bu birinci. Düz çəkdim, baxın görək. Bəli. Eyni şəkildə də ikincini çəkirəm. Bu da saat əqrəbinin nə idi? Əksidir. Əksi. Onda A nöqtəsində toxunan çəksəm olacaq belə. Bəli. Bu ikisinin Əvəzləşmə. əvəzləməsi ortadan çıxmazmı? Bəli. Sol. Sola doğru. İndi bunun pozun sola doğru olduğunu öyrəndim ki, sola doğru olacaq. Maqnit sahəsini bilənlər bilir. Enes Batur. Yəni maqnit sahəsi N-dən gedir S-ə. Amma siz bura əqrəb qoysanız, sizcə bu əqrəb necə dayanar bu sahədə? NS. NS. Bəli, S NS deyəcəkdir. Ona görə düzgün variantımız olacaqdır. Bərdə quzuları. Sağ olun. Buyuruz. Bəs müəllim X ilə olanda necə olacaqdı? X-lə olanda saat əqrəb istiqamət olacaq. X A nöqtəsi 1, 2. Saat əqrəbi B1. Saat əqrəbi B2. Əvəzləmə N-dən isə S-dən N-ə. Bəli. Başqa sual. 7. 7-ci sualı soruşan dostlarımız var. 7-ci suala baxaq. Deməli, cərəyan gəlir müsbətdən. Cərəyan belə gəlir. Sağ əlinizin 4 barmağını zəhmət olmasa, bu mavi ox istiqamətində qoyun. Sağ əlinizin 4 barmağını mavi ox istiqamətində qoyanda baş barmağınız belə göstərir. Diqqətlə baxsaz. Düzdürmü? Bəli müəllim. Belə göstərirsə, maqnitin içində maqnit sahəsinin istiqaməti belədir. Maqnitin daxilində qüvvə xətləri hardan hara gedirdi? Daxildə. Daxildə N-dən S. Tamamilə İstemiyorum. səhv. Daxildə ya S-dən N-dir. Bəli. S-dən N. Yaxşı. Bunu yazdım. İndi N-S-i burada. N bu S-i bunu nə qaracaq? Cezbedim. Cəzb edəcək. Sağa doğru. Bəs S-i nə qaracaq?
İtəlir. Onda hər iki maqnit hara gedir? Sağa. Aydın. Burada müəllim də an bağladı, açdı. Onlara fikir vermək elə. Müsbət mənfiyə baxırıq. Hə. Sonra. 11. Bu birinci hansı müqavimət deyə bilərsən? Aktif. Aktiv müqavimət tezlikdən necə asılıdır? Aslı değil. Asılı deyil. 3 dənə variant ki, aktiv müqavimət tipindən asılı deyil. İndi gəlirəm induktivə. Nədir induktivin düsturu? Omega L. Yo. Ha, XL Hə. beraber değil mi? Tezlik azalanda XL azalacaq. Yəni müqavimət azalacaq. Müqavimət azalanda cəryan şiddəti nə qədər? Azal. Artar. Yox. On iki. Buradaydı. 12-ci sual. Deyir ki, prizma maddəsinin sındırma misalını hesablayın və havaya çıxır yazır. Yəni, bura havadır. Havanın sındırma misalı 1-ə bərabərdir. Prizmanın sındırma misalı olsun n. Sınma qanunu xatırlayırsınız. Sinus alfa necə idi? Bölünsün sinüs beta n2 bölünsün n1'e beraberdi. n2 bölünsün n1-ə. Düşmə bucağı 60 bölünsün. Sınma bucağı görürsünüz. Bax, sətin normalını çəkəndə. Sınma bucağı 90. N2 ikinci mühit havadır. Havanın sındırma misalı 1'dir. Prizmanın sındırma misalı bilmirik. Sinus 91 alır. Onda kök 3 bölü 2 veriblər. Kök 3 bölü 2 bərabərdir 1 bölünsün n-ə. N də bərabərdir 2 bölünsün kökdə 3-ə. Başqa. 13 var. 13 bir toplu sualıdır. Hər hansı bir linzanın hər hansı bir hissəsi örtüləndə xəyalın parlaqlığı azalışır. Sonra 22. 20 var əvvəldə. tamam. 22-ci sualda yazıb ki, T1 bölü T2 nisbətini hesablayın. Bu 2 dayaqlı sualdır. 2 dənə dayaq var burada, askı var. Bunda 3-cü dayağı özünüz əlavə eləməlisiniz. 3-cü dayaq adətən cismin kütlə mərkəzinə əlavə olunur. Tam ortası bura deyilmi? Bəli. Bura əlavə edəcəyik. T1-in qolu neçədir? 1. T2-nin qolu neçədir? 2. T1 vur 1, T2 vur 2, Bəli. T1 bölü T2 bərabərdir 2. Cevap fərqli çıxmışdı ona görə mən. Onu da beşədir. Şimdi 20-ci sual soruşanlarımız var aramızda. Eyni kütləli cismə təsir edən ağırlıq qüvvəsi. Yer səthindən olan hündürlük azaldıqca, hündürlük azalanda biz şeyinin düsturunu bilirik. Hündürlük azalanda J nə qədər? Artar. Onda ağırlıq qüvvəsi də
Artır. artar. Ona görə bir səhvdir. Yer səthindən olan hündürlük azaldıqca artır, deməli düzdür. Qütbdən ekvatora doğru getdikcə artır, bu səhvdir uşaqlar. Çünki qütbdə daha böyükdür. Buyuruz. 24. 24-cü sualda yazılıb ki, bir cins maqnit sahəsində yerləşmiş cərəyanlı naqilin ABC hissəsinə təsir edən yekun amper qüvvəsi 300 mil-newtondur. İndi AB naqilindən başlayaq məsələn. AB naqilində bir problem yoxdur. Problem yoxdur, niyə deyirəm? Çünki maqnit sahəsi yuxarı doğrudur. AB naqili üfüqi vəziyyətdədir, perpendikulyar yerləşir. Amperdə ən yaxşı qiyməti nə vaxt alır? Perpendikulyar. Perpendikulyar. Perpendikulyar olanda AB-də problem yoxdur. BC-də biraz problem var. BC biraz yeşə görünür. Amma bunu biz belə bu formada göstərə bilərik də. Bunun x-i 2 damadır, y-i 4 damadır. Düzdür? Bəli. Bu y hissəsi bizə lazım deyil. Çünki y hissəsi maqnit sahəsinin qüvvə xəttinə paraleldir. Paralel olanda amper qüvvəsi sıfıra bərabərdir. Bizi sadəcə bu hissə maraqlandırır. İndi getdik ABC-yə ümumilikdə sayaq neçə damamız var? 1, 2, 3, 4, 5. Ümumilikdə işlək olan 5 dama var. 5 damaya təsir edən qüvvə 300-dür. Bəs AB-nin özü neçə damadır? 3 tamam. Onda buna təsir edən 180-dir. Bəli. Böyle ağlatmışsın. 25. Vakuumdakı çəki deyir, sudakı çəkidən 1,5 dəfə çoxdur. Nədir vakuumdakı çəkini düstur deyə bilərsən? Maidəki çəkini düsturunu deyə bilərsən? P0 E ne farkı? P0. P0 çıxarsan, farkıdır. Deyir ki, vakuumdakı çəki sudakı çəkisindən 1,5 dəfə çoxdur. Onda sudakı çəki vakuumdakı çəkidən 1,5 dəfə azdır demək olar. Mayenin yerinə P0 bölü 1,5. P0 çıxılsın. Arximedin düsturunu bilənlər bilir. Romayı bölü Rolzis'in vurulsun MG'ye, yəni P0. P0'a getdi. 1,5 nə deməkdir? 2-də 3. Tərsinə Evet. çevrilsə nə olar? 3'te 2. Bərabərdir. 1 çıxılsın. Mayenin sıxlığına 1000 veriblər. Cismin sıxlığını istəyirlər. Da x bərabər olacaq 3000. Evet. Hə. iyirmi səkkiz. 1-2 hissəsini oxuya bilərsiniz. Hansı prosesdir bu? 1-2 İzabə. hissəsində V sabiti izoxar qızma. Tamamilə doğrudur. İzoxor. İzoxor prosesdə termodinamik birinci qanunu deyə bilərsiniz. İş görülmür. Ona görə də elə U A-ya bərabər. U Q-ya bərabərdir. Q U-ya bərabər olmaz qardaş. Delta U-ya bərabər olar. Bəli, delta olur. Bəli. Tabii izoxor prosesi üçün Q bərabərdir delta U. Yəni nə qədər? 2-də 100.
Nö, 200 böl R, RT. delta T. 1-dən 2-yə nə qədər temperatur dəyişir? T. Tez süper. Aldı. İndi gedək 2-dən 3-ə. 2-dən 3-ə 2 hansı x'lər. prosesdir? P sabitdir. İzobar proses. Mükəmməl izah idi. İzobar prosesdə biraz əvvəl danışdıq. İstilik miqdarının düstur nə idi? Q bərabərdir 2-də 5 A'ya. 2-də 5. Nö, Nöyer delta T. Niyə Üç RT-də T? tane. Yəni, delta açıqla bəli. T'si nə qədərdir bəs burada? 3T0. Maşallah. Yəni səliqəyə salsaq 15 nö RT 0/2. Yaxşı. Bəli. Birinciyə baxırsan, surətdə 3 var. Burada surətdə 15 var. Neçə dəfə artıq? 5 dəfə. Deməli, bu 100-dürsə, Q1 100-dürsə, Q2 nə qədər olar? 500. Amma səndən onu soruşmur. Deyir ki, 1, 2, 3 hamısı bir yerdə nə qədərdir? 600. Bəli. Bildim. Bəli. Növbəti. 30 da var. 30-cu sualı soruşan insanlar var aramızda. Deməli, bir cismi 60 Newton qüvvə ilə mail müstəvi üzərində nə varıq? Qaldırırıq. Yukarıya dartır. Yuxarıya dartırıq. Biz bunu yuxarıya dartanda Aşağıya onun sürtünmə aşağı doğru qüvvəsi. sürtünməsi var. Bir dənə də qüvvə var aşağı doğru. O da ağırlığın paralel komponentidir. Yəni bir bunun sürtünməsi var aşağı doğru. Bir də bunu heç bu qüvvə falan olmasa burada, bu cismi aşağı doğru dartmağa çalışan bir qüvvə var da, xatırlayın onu. Dartı qüvvəsi deyirik Dartı qüvvə. özümüzdən və nəyə bərabər idi? MC sinüs alfa. MC sinus alfaya bərabər idi. İndi uzun sözün dombası bu cismə hərəkət istiqaməti boyunca neçə qüvvə təsir göstərir? 3. 3. Təcilin Dədə Qorqud illərindən bəri tapılma qaydası var. Təcil əvəzləyici qüvvənin cismin kütləsinə nisbətidir, düzdürmü? Hey? Bəli, bəli. Deməli 60-dan çıxmalıyam. Bu dartı ilə sürtünmənin birlikdə cəmini bölməliyəm kütləyə, yəni 6-ya. Bunları açıq şəkildə yazaq. 60 çıxılsın. MJ sin alfa üstə gəl. Mail müstəvidə sürtünmə MJ kos alfa bölünsün 6. 60 çıxılsın. 6 vurulsun. 10 vurulsun. Sinus 37 0.6. Üstə gəl. Mümüz neçədir? 0.5. Vurulsun 6 vurulsun. 10 vurulsun 0.8 bölünsün 6. 36 5 6 30 24. 36 ilə 24-ü toplayanda neçə eləyir? 60. O da 0. 60-dan 60 çıxanda eləyir 0. Hemen 25'e bakalım. 25-ə baxaq. Var. Neçənci şans? MC. İkinci. Bəli. Buyurun. 31'e baxa 38. bilərik. Neçəyə? 31. 31. Onu eləyə bilərsən özün bayaqki sualdan. Hə, bəli, bəli. Necə eləyək? O nöqtədə saat əqrəbi əksinədir. Hı. X saat əqrəbi istiqamətinə. Aha.
O birində də sola tərəf gedəcək. Yekunda 2. Sonra 30 necə dediniz uşaqlar? 38. Nömrələyək. 1, 2, bu da 3. Birinci necə işdir? Müsbət özündən xaricə. 1. Özündən xaricə olan olsun. Bu 1. İkinci, 2 olacaq, özünə daxil olur. ikinci deyirəm. Hə, o tərəfdə 2. 2 də özündən xaricə. Özündən xaricə. 3, 3 də özünə. 2. bunda əvəzləmə nə olar? 2, hə, bəli, bildim. Qırx yeddi. Deməli, tezlik verilib. C bərabərdir. Lambda növ düsturu yadınızdadır yəqin ki. Lambdanı tapmağa çalışsaq, C bölü növ. C-ni veriblər 3 vurun üstü 8. Tezliyi veriblər 6 vurun üstündə 14. Bu deyir 500 nanometr. Deyir ki, işıq sındırma əmsalı 2,5 olan mühitə keçəcək. Sındırma əmsalı dalğa uzunluğu bilirsən ki, sındırma əmsalından tərs asılıdır. Bizim dalğa uzunluğumuz neçə idi? 500. Əgər 2,5-lik bir mühitə keçsən, sən 2,5 dəfə sındırsalar, sən olacaqsan artıq 200. Qırx səkkizə də baxa bilərik. 48-ci sualda bu böyük uzun xəttin uzunluğu balaca xəttlərin uzunluğuna bərabər olarmı? Bəli. Deməli, Y1 3 enerjisi Y1 2 ilə Y2 üçün nəyinə bərabərdir? Cəmi. Cəminə bərabərdir. Amma hamımız bilirik ki, enerji dalğa uzunluğundan necə asılıdır? Tərs. Tərs asılıdır. Ona görə də 1 bölü lambda 1 3 bərabərdir 1 bölü lambda 1 2 üstə gələnsin 1 bölü lambda 2 3. Yəni 1 bölü 300 üstə gəlir 1 bölünsün 700. Deyir 210. Mən bunu tənzlər sistemi kimi getmişdim. O biraz uzun olmuşdu ama. Hə, və lambur cumbur yazdın, kes. 54 50. var. 50. 50-ci sualda bayaqki sualdandır. Bunu da özün işlə. N sabit qalacaq. Aktiv müqavimət birincisi. Əla, deməli getdi. 3 dənə Onda bir variant. dəyişməyəcək. İkincisində 1 böl omega S isə omega ilə tərsdir. Onda artacaq. O artdısa Omega ilə cərəyan tərs deyirsən, artacaq. artacaq deyirsən axı. Hə, yox, yəni cərəyan artacaq da. Hə, Müqavimət azalar, cərəyan artır. yaxşı fırlatın. Bəli.
54. Və dördüncü sualda deyir ki, parsial təzyiqi zəhmət olmasa, deyir hesablayın paskallarla. Nisbi rütubətdə veriblər 60%. Rho sıfırda veriblər. 60 bərabərdir. Rho bölünsün. 3 vur 10 üstü mənfi 2 vur 100. Rho'dan isə eləyəcək. 1,8 vur 10 üstü mənfi 2. Düzdürmü? Buradan Rho'nu tapdım. Bəs Rho nədir? Sıxlıq. Sıxlıqdır. Amma bizdən təzyiq istəyir. Sıxlıqla təzyiq arasında belə bir düstur var. Rho bərabərdir PM böl RT. Təzyiqi çıxarsaq, Rho RT bölünmüş M. Rho-nu tapdıq 1,8 vur 10 üstü mənfi 2 R8. Temperaturu 27 dərəcə Selsi verib Kelvinə çevirməliyəm düsturda istifadə edəndə. O deyir 300 Kelvin. Bölünsün malyarla yaz drasti. Molyar kütlə nə qədərdir? 18 vurulsun 10 üstündə mənfi 3. İndi bunu ixtisar gedir 2400. Başqa var mı dostlar? 56. 60 Newton qüvvənin deyir təsiri ilə ip qırılacaq. İndi sənə bir dənə sual. Əgər F 60 Newtondursa, səncə bu ipdəki qüvvə nə qədərdir deyə bilərsən? O da 60, 30. 30 deyil. Məntiqlə fikirləş. 60-dırsa, ona da x-dir. Bəli, 60 Newton qüvvə nə qədər kütlə çəkir Məhəmməd? 15. 15-ə 60-dırsa, bəs ip nə qədər çəkir? 10. 10-a x-dir. Onda ipin qüvvəsi neçəymiş? 40. 40. Maşallah. İpin qüvvəsi 40-dır. Buradakı kütlə də 10-dur. Üst təcil neçədir? 4. 4. Təcil 4-dür. Başlanğıc sürəti 4-dür. Düzdürmü? Gedilən yol istəyir. Tormozlanma yolunun düsturunu xatırlayaq. V0-ın kvadratı bölünsün 2A. 4-ün kvadratı bölünsün 2 vur 4. O da bərabərdir 2. Bəli. Əlasınız dostlar. Başqa? Yəni 58 də qaldı. 58-ci sualda yazıb ki, tezliyi 2 dəfə deyir artırdıqda. Cisim çevrə üzrə fırlanır. Müəyyən bir sürəti var. Tezliklə bağlı məlumat verdiyinə görə sürətin tezliklə olan düsturunu yazıram. Əgər tezlik 2 dəfə artarsa, sürət də 2 dəfə artar, deyilmi? Bəli. İndi sən bu ipi qıracaqsan A nöqtəsinə çatanda, buradan kəsirsən. Cisim yuxarı qalxır gördüyün kimi. Bu qalxmanın başlanğıc sürəti elə bizim çevrədən aldığımız sürətdir, deyilmi? Bəli. Qalxma müddətini deyir bizə. Qalxma müddətini düsturunu bilirsən. V0-ın kvadratı. Tamamilə səhvdir. V0 bölünsün 7. Düzdürmü?
Bəli. Əla. Onda V0 əgər 2 dəfə artıbsa, qalxma müddəti də O da 2 dəfə artır. əla olsun. Qaldı mı başqa sualınız dostlar? Dostlar, dördüncü günə qrupa zəhmət olmasa qeyd olunsun. E, Səriyə sən yazırdın deyəsən. Nuray da o birisi qrupda yazır. Dördüncü günə görüntülü sual-cavab olacaq. Hər kəs geyinsin, keçinsin. Qəşəngcə hazırlaşaq. Yaxşı bir video alınsa əgər, istəyərdim ki, sizin də icazənizlə YouTube-da paylaşacağım. Əgər təbii ki, sizin könlünüz razı olsa da, onu mən sizdən icazəsiz paylaşamam. Amma xahiş edirəm dördüncünə qəşəngcə hazırlaşaq, tamam mı? Oldu müəllim. Mən hamınıza təşəkkür edirəm. Yarım Son saat neçə təkrarlar. olacaq? Dördüncü gün saat 4 radələrində olma ehtimalı nəzərə alınaraq 4-də ola bilər Nuray. Yaxşı. 4-də yoxsa 6-da idi, hə, deyəsən. Baxarıq, yəni dördüncü gün mən səhər saatlarında yazmağa çalışıram, çünki vaxtlarda biraz rötarlar olur. Yay fəslinin gəlişi və durnaların ölkədən köçüşü ilə əlaqədar bəzi şairlər problem yaşayırmış. Ona görə də bu dördüncü günə hazırlaşaq, geyinək, keçinək. Lazım olsa toy paltarlarımızda da geyinək. Çıxış eləyək. Yaxşımı dostlar? Hər kəs ciddi alsın. Burada məqsəd, bəzi uşaqlar deyir ki, müəllim, məqsədinizi bilirik də. Video zad çəkib YouTube-a qoymaq istəyirsiniz ki, sizə izlənmə gəlsin. Düz fikirləşirlər, bəli. Məqsədimiz odur. Sağ olun dostlar. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Olun müəllim. Sağ olun.